Hansı işdə işləyirsən? İşləmirəm. Yol polisi olmaq istəyərdim. Hansı işdə işləyirsiniz? Tələbəyim də. Nə işləmək istəyirsiniz? Polis olardı. Harda işləyirsən? Ayaqqabı sexində. Hansı işdə işləyirsiniz? İkinci. Sir, what's your job? I'm a student. Thank you. Hansı işdə işləyirsən? Hələ ki işləmirəm, universitet oxuyuram. Nə işləmək istəyirsən? IT. Hansı işdə işləyirsiniz? İki işdə işləyirəm. Belə özüm yazıb bəstələyirəm. Hansı işdə işləyirsiniz? Azada. Hansı işdə işləyirsən? Tələbəyim. Polis olmaq istəyərdim. Hansı işdə işləyirsən? Ofisiant işləyirəm Gəncə Şəmkir arası. Gəncə Şəmkir arası necə olur? Gəncədə qalıram, orada işləyirəm. Həqiqətən də vaxtın gətirdin. 5 manat bizdən qazandın. Ofisiantın ən məşhur sözü hansıdır? 2 dəqiqə gətiririm. Başqa. Hələ gəlməyib. Verəndə gətirəcəm. O bir səs var, nədir o? Nə səsdir o? Çağırmaq. Müştəriləri narahat eləməmək şərti ilə çağırmaq qaydasıdır. Burada nə demək istəyirsən? Uğur arzulayıram sizə. Allah hamının ruzisini versin. Nə edəcəksən o 5 manatla? Yaxşı yerlərə xərcləyərik. Yer gələndə ehtiyacı olana da verərik. Vaxt çatıb özümün də ehtiyacım olub o pula. Özümün ehtiyacı olduğu üçün başa düşürəm. Qarşımdakını anlayıram ki, onun da ehtiyacı var, çıxardıb verərəm yəni. Onsuz da kasıb kasıbın həmişə dayağıdır. Buradan ofisiant qaqalarıma salamlar olsun. İşinizdə uğurlar arzulayıram.